en güzel ölçüyle karşılanma, yani savabların daha çok kamil formada yazılması. Kim salavatı artırarsa onun əməl dəftərinə savabları kamil yazılır. Dünya və axirət işlərinin kifayət olunması, yəni hər kəs öz dualarını yalnız daha çoxunu salavata həsr etsə, Allah onun dünya və axirət işlərini asanlaşdırar. Allah sənin dərdini asanlaşdırır, üzərinə götürər. Çünki nəyə görə salavat Allahın əmridir. Allah əmr edir salavatı. Günahların silinməsi, baxın, salavat günahların silinməsi səbəb olur. Qul azad etməkdən daha fəzilətlidir. Salavat qul azad etməkdən daha fəzilətlidir. Qiyamətin qorxulu hallarından nicat tapmaq və qorunmaq, bəli, salavatda. Peyğəmbərin şahidliyi, yəni salavat gətirən üçün Peyğəmbərimiz s.ə.v qiyamət günü şahidlik edər. Şəfayəti vacib olar, yəni salavat gətirən qiyamət günü Peyğəmbərimizin şəfayətinə nail olar. Allahın rizası, Allah salavat gətirəndən razı qalar. Uca Allah salavat gətirəni rəhmətə qərq edər və ona sağlamlıq verər. Salavatı sallallahu aleyhi və səlləm, Allahumma salli və səllim alə Muhammed, Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed hansı faydasını, hansı növünü bilirsinizsə, fərqi yoxdur.